Sumqayıtda ehtiyatda olan mayorun yaşadığı mənzilə bağlı hüquqi mübahisə yaranıb. Belə ki, o uzun illər yaşadığı mənzildən çıxarılır. Hazırda məsələ məhkəmədədir. Bölgə TV xəbər verir ki, Demokrat Aza daxil olan şikayətə əsasən ehtiyatda olan mayor Nazim Mustafayevə 1991-ci ildə Müdafiə Nazirliyinin mənzil fondundan Sumqayıt şəhərindən 2 otaqlı mənzil verilib. 2009-cu ildə ailə üzvlərinin sayı çox olması ilə əlaqədar Nazim Mustafayev rəsmi qaydada müraciət edərək mövcud mənzilin ailəsi üçün kifayət etmədiyini bildirib. Müraciət nəzərə alınaraq ona 2 otaqlı mənzil əvəzinə 3 otaqlı mənzil təqdim edilib. Hazırda Sumqayıt şəhəri Tağıyev qəsəbəsi Qayıbov küçəsi ev 29 ünvanında yaşayır. Qeyd olunan mənzil ona kirayə müqaviləsi əsasında verilib. Nazim Mustafayev 2015-ci il aprelin 30-da hərbi xidmətdən azad olunub. Hazırda ehtiyatda olan mayor kimi dövlət tərəfindən təqaüd alır. Onun sözlərinə görə ötən ilin oktyabrın 15-də müvafiq qurumun nümayəndəsi mənzilə gələrək burada qeyri-qanuni yaşadığını bildirib və evi tərk etməsi tələb olunub. Məsələ ilə bağlı Sumqayıt məhkəməsinin qərarı ilə Nazim Mustafayev mülki şəxs kimi tanınıb. Onun sözlərinə görə apellyasiya məhkəməsinin qərarı absurddur. Belə ki, qərara əsasən yalnız Nazim Mustafayev mənzildən çıxarılır. Ailə üzvlərinin isə mənzildə qalmasına icazə verilir. Hazırda həmin qərar rəsmi şəkildə dərc olunmayıb və tərəf qərarın sürətini gözləyir. Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Polkovnik Anar Eyvazov bildirdi ki, məsələyə dair dəqiq mövqeyinin açıqlanması üçün 2-ci instansiya məhkəməsinin qərarının sürəti təqdim olunmalıdır. Hüquqşünas Rəşad Əliyevin sözlərinə görə bu halın qanunvericiliyə uyğunluğu Azərbaycan Respublikasının mənzil məcəlləsi və hərbi qulluqçuların statusu haqqında qanun prizmasından qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasına əsasən mülkiyyət hüququ toxunulmazdır və heç kəs məhkəmə qərarı olmadan əmlakından məhrum edilə bilməz. Dövlət tərəfindən verilmiş mənzildə əgər qanuni əsasla şəxsin mülkiyyətinə keçmişdirsə, bu hüquqi qoruma altındadır. Dövlət orqanı həmin əmlakı öz başına geri ala bilməz. Azərbaycan Respublikasının mənzil məcəlləsinə görə yaşayış sahəsinin alınması yalnız qanunla müəyyən edilmiş hallarda mümkündür. Bu hallar əsasən mənzilin qanunsuz əldə edilməsi, sənədlərin saxtalaşdırılması, mülkiyyətin hüququnun qanun pozuntusu ilə rəsmiləşdirilməsi və ictimai ehtiyaclar üçün məhkəmə qərarı əsasında özgəninkləşdirməkdir. Qanuni əsaslar olmadan dövlətin verdiyi evi geri alması yol verilməzdir. Məsələyə xüsusi yanaşma hərbi qulluqçuların statusu haqqında qanun çərçivəsində tələb olunur. Əgər 1991-ci ildə verilmiş ev xidmət mənzili statusunda olubsa, bu halda hərbi qulluqçu ehtiyata və ya istifaya buraxıldıqdan, yaxud dövlət tərəfindən başqa yaşayış sahəsi ilə təmin edildikdən sonra həmin mənzili boşaltmaq öhdəliyi yarana bilər. O deyib ki, bu halda evin geri alınması hüquqi baxımdan əsaslı sayılır. Lakin əgər həmin ev müvafiq qərar əsasında şəxsin mülkiyyətinə verilmiş, çıxarış və ya digər hüquq təsdiq edici sənədlərlə rəsmiləşdirilmişdirsə, bu zaman dövlətin evi geri tələb etməsi yalnız məhkəmə qaydasında və ciddi hüquqi əsaslar olduqda mümkündür. Sadəcə inzibati qərar və ya idarəetmə aktı ilə mülkiyyət hüququ ləğv edilə bilməz. Xüsusilə nəzərə alınmalıdır ki, 1991-ci il Sovet dövründən keçid mərhələsinə təsadüf etdiyindən, həmin dövrdə verilmiş mənzillərin hüquqi statusu verilmə qərarının məzmunundan, təyinatından və sonradan özəlləşdirilib-özəlləşdirilməməsindən asılı olaraq qiymətləndirilməlidir. Əgər ev sonradan özəlləşdirilibsə və ya mülkiyyət hüququ tanınıbsa, geri alınma faktiki olaraq qanunsuz hesab edilə bilər. Rəna Rövşənqızı, Bölgə TV.